Həftəlik bürclər 20 iyuldan 27 iyula doğru dolça əkizlər, tərəzi bürcləri nələr gözləyir? Birinci dolçalardan başlasaq, dolçalar əslində qalsıb bu həftə elə gözəl fürsət yaranır ki, iş, pul, maddiyyatla qədər tam özünüzü gücləndirə bilərsiniz, tam özünüzü qabağa çəkib aktivləşdirə bilərsiniz. Bütün ətrafınızda olan yarımçılıqlar və nə kaşa vəziyyət yaratmışsınızsa, hamısını səliqəli şəkildə apara bilərsiniz. Bu həftə pul, maddiyyat, iş, transport, birja, məsafəli, maşınla, yolla nə qədər nə işləriniz varsa, mükəmməl şəkildə həyata keçirə bilərsiniz. Amma bu həftə bilirsiniz problemimiz nədir? Ən böyük problemimiz bu həftə dolçalar. Düşüncə və beyninizdə olan bütün problemlər, düşüncə və beyninizdə olan yarımçıların hamısını zamanla əlaqədar olaraq stabilləşdirməsi və düzəltməsi. Əgər bunu bacarsanız, bəli, mükəmməl bir həftə olacaq. Mən deyə bilərəm ki, dolçalar çox uzun müddətdən bəri həftənin ən uğurlu insanlarından biri siz ola bilərsiniz və həftənin möhtəşəm şəkildə maddisal dəyər, beyin stabilliyi, ətrafın sizə qarşı dəyər və istəklərinə görə uğurlu edə bilərsiniz. Amma bir dənə bir problem var ki, düşüncələrimdə və fikrimdə olan sözlər və hərəkətlərin stabilliyi olmalıdır. Nə düşünürüzsə, bunu bir balaca bişirməliyik, bunu sağlam ağıllı bir formada ətrafa yönləndirməliyik. Əgər bunu bacara biləcəksinizsə, bəli, həftənizi çox gözəl, uğurlu və belə deyim də dəngəli şəkildə aparmağı bacaracaqsınız və özünüzü yeniləyəcəksiniz. Həftəni də belə deyim, 85%-ə qədər uğur edə bilərsiniz. Danışıqlarımızı idarə edirik, həftəmizi mükəmməl edirik. İstədiyiniz iş olmayan dolçalar bu həftəni iş, pul, maddiyyatına qədər yüksək səviyyədə apara bilərsiniz. Və həftənin bir balaca narahat olan insanlardan biri əkizlər, sizlərsiniz. Əkizlər, zamanın boşluğunda qalacaqsınız. Bu həftə ilə bir həftədir ki, əkizlər bürcü. Dostunuz kim, düşməniniz kim biləcəksiniz. Düşdüyünüz müddət və olduğunuz yerdə sizin dost və düşmənlərinizi görəcəksiniz. Sizə qarşı danışıqları, sizə qarşı hərəkətləri, sizə qarşı kobud formada aktivlikləri sizi incidəcək və insanların əsl simasını, əsl maskasını görəcəksiniz. Öfkəviz, aqressiyavız normadan çoxdur. Birinci növbədə bunu düzəltməlisiniz. Aqressiya, öfkəviz o qədər çoxdur ki, insanlarla kontaktı necə quracağınız, özünüzü necə aktivləşdirəcəksiniz, zamanla əlaqədar bilə bilməyəcəksiniz. Dəngəsizlik bir vəziyyətində olacaqsınız və get-gəldə olacaqsınız. Bacarırsınız, düşdüyünüz insanlar eyni müddətdən uzaqlaşın. Bacarırsa konfliktə girməyin. Bacarırsa pul maddiyyatla əlaqədar nə müqavilə edirsə, bu həftə onların heç birini etməyin. Alqı-satqı etməyin. Çünki əsl sima və əsl gedişatı görəcəyiniz və belə deyim də yeni bir başlanğıc, yeni bir alan yaradacağınız bir vəziyyətə keçə bilərsiniz. Şeytanın görəcəyiniz bu həftə çoxdur. Yəni ətrafınızda olan yalancı, yarımçıq, mənfəətçil insanların çoxsunu ətrafınızda görəcəksiniz və onları öz yerinə doğru aparacaqsınız. Sürətiniz çox gözəldir, enerjiniz çox gözəldir. Amma bu həftə ən ağıllı bir məqamda qıraqdan izləyirsiniz və hər kəsin hara layiq olduğu yerə qoymağa çalışacaqsınız. Əkizlər bunu bacaracaqsınız. Çox da gözəl həftə olduğunu deyə bilmərəm, amma dəngənizi aktivləşdirə bilirsiniz. 74%-ə, 75%-ə qədər uğurlu edə bilərsiniz. Tərəzilərə gələndə isə tərəzilər gözünüz aydın olsun. Gizlənən hər bir şey ortaya çıxır. Sizin Merkürün retrosu bitişə doğru gedir və Yupiterin Saturn qovuşmasında da tərəzilər özlərinə aid olan dolça və tərəzilər pay götürəcəklər. Gizlətdiyiniz hər bir şey ortaya çıxır. Yəni tərəzilər bugünə qədər nəyə gizlətmişsinizsə, nəyə yarımçıq formada saxlamısınızsa, onların üzə çıxma zamanıdır, onların aktiv olması zamanıdır. Yəni belə deyim də sizə, yalanlar sizə qarşı varsa, sizin gizlətdiyiniz yalanlar, xəyanətlər varsa, hamısı ortaya çıxacaq. Pul maddiyyat şansı həftənin sonlarına doğru, tərəzilər, pul maddiyyat şansları həftənin sonlarına doğru gəlir. Bəli, aktiv olacaqsınız, dəngəviz gözəl olacaq, öndə olacaqsınız, sosiallığınız artacaq. Pis həftə deyil. Amma gizlətdiyimiz bəzi şeyləri bacarırsınız, ya gizlədin ya da ki, belə deyim də, hər bir şey bir bəhanə və bir çıxar aktivləşdirməyə çalışın. İstədiyiniz şəkildə özünüzü düzəltməyə çalışın. Yenilənmə bir vəziyyətinə keçəcəksiniz, bəli, mükəmməl şəkildə olacaqsınız. Yeni bir tanışlıqlar gəlir. Sağlamlıqla əlaqədar onurğamız boyun sistemimizdən və belə deyim də şəkərlə əlaqədar olaraq şəkər və təzyiq enerjisi göstərir. Biraz narahatçılıqlarımız ola bilər. Onları qaydasına qoya bilsəz 78-80%-ə qədər tərəzilər həftənizi uğurlu edə bilərsiniz.